Həmmam da həmin bu 8 zahiddən biridir. İslam tarixində olan zahidlərdəndir. Həzrət Əli əleyhissalamın səhabəsidir. Bir neçə nəfərin içində Həzrət Əli əleyhissalamdan soruşur: Sifliyəl muttəqin, təqvalıları mənim üçün vəsf elə. Müttəqiləri, təqvalıları. Elə vəsf elə bil onları görürəm, şəffaf olsun, gözümün önündə canlansın, zehnimdə təcəssüm olunsun. Özü balaca adam deyil, Həmmam dediyim kimi fəzilətli adamdır. Deyir, istəyirəm onların halını görüm, baxmaq istəyirəm onların halına, gözümün önündə canlandırmaq istəyirəm. Həzrət Əli əleyhissalam 2 cümlə deyir, bununla kifayətlənir. Buyurur: İttəqillah və əhsin, innəllaha mə'al muhsinin. Deyir, Həmmam, təqvalı ol və yaxşı əməl elə. Allah yaxşı əməl edənlərlədir. Yəni, bəsdir elə, bunu dedim, bəsdir, kifayətdir. Bu israr eləyir. Bu təkid eləyir ki, Həzrət Əli əleyhissalam danışsın. Başladı vəsf eləməyə Həzrət Əli əleyhissalam. 114-ə yaxın fəzilət sayır təqvalı insanlarla bağlı. Söhbət yarımçıq qalır. Həzrət Əli xütbəni sona çatdıra bilmir. Bu dərindən nəfəs alır və yıxılır, canını tapşırır. Dünyasını dəyişir sözün təsirindən. Cəmaat tökülür ki, nə oldu? Deyirlər, Həmmam dünyadan köçdü. Həzrət Əli gəlir, durur başının üstündə, deyir ki, söz öz əhlinə belə təsir edir. Yəni, mən imtina eləyirdim, demək istəmirdim, bundan qorxurdum ki, aqibəti belə olacaq.